Salam, hər vaxtınız xeyir olsun. Dost evinin efirində yayımlanan Dayaq nöqtəsinin növbəti buraxılışında xoş gördük sizləri. Bu dəfəki verilişimizdə mövzumuz reabilitasiya mərkəzlərində xidmətin təşkili, müasir reabilitasiya xidmətləri və fərdi reabilitasiya proqramından bəhs edəcək. Qonağımız isə Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Reabilitasiya, Keyfiyyətə Nəzarət və Xidmətin Təşkili Departamentinin şöbə müdürü Nicat Abbasbəylidir. Nicat müəllim, xoş gördük sizi verilişimizdə. Salam İsmail müəllim. İstərdim elə ilk sualımız da bundan başlayaq. Agentliyin tabelində neçə reabilitasiya mərkəzləri var və harada yerləşir? Mən də öz növbəmdə izləyicilərimizi salamlayıram. Bildirim ki, Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tabeliyində ümumilikdə 17 reabilitasiya müəssisəsi fəaliyyət göstərməkdədir. Bu müəssisələrdən 4-ü uşaq reabilitasiya mərkəzi, biri protez ortopedik istehsalat və reabilitasiya mərkəzi, digəri isə 2023-cü ildə fəaliyyətə başlayan Qarabağ Regional Dost Mərkəzində olan Bərdə Rehab Point-dir, ambulator reabilitasiya məntəqəsidir. Müvafiq olaraq istəyirsiniz mərkəzlərin yerləşməsi barədə də izləyicilərimizə məlumat verin. Maraqlı olardı, elə tamaşaçılarımız üçün də maraqlılardı, buyurun. Uşaq reabilitasiya mərkəzlərindən ikisi Bakı şəhərində, müvafiq olaraq 1 və 2 nömrəli uşaq reabilitasiya mərkəzləri, digərləri isə regionlarda Şəmkir və Qəbələ uşaq reabilitasiya mərkəzləridir. Böyüklər üçün nəzərdə tutan regionlarda olan müəssisələrimiz isə Sumqayıt şəhərində, Xaçmazda, Lənkəranda, Şirvanda, Yevlaxda, Naftalanda və Şəki şəhərində fəaliyyət göstərir. Bəs bizim Qarabağımızda bu reabilitasiya mərkəzləri planda varmı və yaxud da haçan fəaliyyət göstərəcək? İstərdim elə buna da toxunasınız. Bildirim ki, reabilitasiya infrastrukturunun genişləndirilməsi məqsədi ilə daimi işlər aparılmaqdadır. Həm Nazirliyimiz, həm Agentliyimiz tərəfindən fəaliyyət planımıza uyğun olaraq Qarabağda işğaldan azad olunmuş ərazilərimizdə də yeni reabilitasiya mərkəzlərinin fəaliyyətə başlaması nəzərdə tutulub. Reabilitasiya mərkəzlərinə bizim vətəndaşlarımız mütəmadi olaraq müraciət edir və istərdim ki, elə bu sualda cavablandırasınız. Xidmətlərdən faydalanmaq istəyən vətəndaşlarımız necə müraciət etməlidir və hansı prosedur qaydalara tanış olmalılar ki, bura müraciət etsinlər? Buyurun. İsmail müəllim, deməli, reabilitasiya mərkəzlərinin nizamnaməsinə əsasən bu mərkəzlər ancaq əlilliyi olan şəxslərə xidmət göstərir. Yəni, vətəndaşın aktiv əlillik statusu olmalıdır. Bu əlillik statusunu əldə etdikdən sonra tək şəxsiyyət vəsiqəsi ilə ərazi üzrə tibbi sosial ekspertiza komissiyalarına yaxınlaşmalıdır. Şəxsiyyət vəsiqəsini təqdim etdikdən sonra ona qeydiyyatçı tərəfindən arzu olunan tarixə reabilitasiya mərkəzləri barədə məlumat verilir. Vətəndaş istədiyi reabilitasiya mərkəzini seçir və buna müvafiq olaraq rezervasiya rəsmiləşdirilir. Rezervasiya rəsmiləşdirilən zaman vətəndaşa çap sənəd təqdim olunur. Həmən çap sənəddə vətəndaşın reabilitasiya mərkəzinə qəbul tarixi, planlanan çıxış tarixi, qəbul barədə məlumatlar, əlavə olaraq özü ilə gətirməli olduğu sənədlər barədə ətraflı məlumatlar qeyd olunur. Bir məlumatı da diqqətinizə çatdırırım ki, ötən ildən tətbiq olunan yeniliyə əsasən artıq rezervasiya barədə məlumatlar vətəndaşın aktiv telefon nömrələrinə göndərilir. Yəni, rezervasiya təsdiqləndikdən sonra vətəndaşın telefon nömrəsinə rezervasiya etdiyi müəssisə, onun əlaqə nömrəsi, gətirməli olduğu sənədlər barədə ətraflı məlumat olaraq bildiriş göndərilir. Qəbul qaydalarına keçmək istəyirəm. Reabilitasiya mərkəzlərinə qəbulda multidisiplinar həkim-ekspert komandası iştirak edir. Yəni, burada vətəndaşın həm diaqnozu, həm də sosial ehtiyacları da nəzərə alınaraq ona fərdi reabilitasiya proqramı tərtib olunur. Bu fərdi proqram tərtib olunduqdan sonra bu plana əsasən vətəndaş reabilitasiya mərkəzində xidmətlərdən keçə bilir. Nicat müəllim, qəbul qaydaları dediniz və mən istərdim bizim çox zaman vətəndaşlar elə reabilitasiya mərkəzlərindən yararlanmaq istəyən vətəndaşlarımızın bir sual düşündürür, nədir? Məsəl üçün, Şəki rayonunda yerləşir vətəndaş və istəyir ki, Şəki rayonunda yerləşən reabilitasiya mərkəzində xidmət keçsin, amma
göndəriş verirlər belə də Bakıda yerləşən reabilitasiya mərkəzinə. Amma vətəndaş istəyir ki, Şəkidə olduğu üçün oradakı reabilitasiya mərkəzində kursları keçsin. Və bu necə tənzimlənir? Sual aktual sualdır İsmail müəllim. Təşəkkür edirəm buna görə sizə. Burada birinci növbədə vətəndaşın seçimidir. Yəni vətəndaş çekə yaxınlaşan zaman ona reabilitasiya mərkəzləri təklif olunur. Məsələn, vətəndaş ola bilər ki, Şəki reabilitasiya mərkəzinə bir həftə sonrası olan bir tarixə istəyir. Lakin həmən tarixdə müəssisədə yer olmadığı üçün, rezervasiya üçün, boş tarix olmadığı üçün ona alternativlər təqdim olunur. Məsələn, yaxın şəhərlərdə yerləşən Yevlaxda, Naftalanda və yaxud müvafiq olaraq Bakı şəhərində yerləşən reabilitasiya mərkəzləri təklif olunur və vətəndaşın seçiminə artıq bu qaydaya uyğun olaraq qərar verilir. Bir məqamınızı da diqqətinizə çatdırım ki, əgər vətəndaş Şəkidə yaşayırsa və mütləq qaydada Şəki reabilitasiya mərkəzində xidmət keçmək istəyirsə, biz ona ambulator, yəni yatış olmadan ambulator qaydada da reabilitasiya xidmətləri təqdim edə bilirik. Burada hər hansısa bir növbəmiz yoxdur. Vətəndaş birbaşa çekə yaxınlaşmadan elə tək şəxsiyyət vəsiqəsi ilə reabilitasiya mərkəzinin, Şəki reabilitasiya mərkəzinə yaxınlaşaraq xidmətdən faydalana bilər. Bu bütün mərkəzlərimiz üçün bu keçərlidir. Yəni Bakı şəhərində yaşayan vətəndaş istəyirsə gəlib Şəkidə xidmət ala bilər. Eyni qaydada regionlarda yaşayan vətəndaşlar gəlib Bakı şəhərindəki xidmətlərdən faydalana bilər. Yəni burada heç bir necə deyərlər, qadağamız yoxdur. Bu prosedur qayda tək yalnız böyüklər üçündür, yoxsa uşaqlara da şamil olunur? Bütün əlilliyi olan şəxslərə bu şamil olunur. Az öncə qeyd etdiyim kimi agentliyə tabe 4 uşaq reabilitasiya mərkəzi fəaliyyət göstərir ki, vətəndaş ola bilər Bakı şəhərində yaşayır, amma gedib Qəbələdə və yaxud Şəmkirdə də rahatlıqla müvafiq reabilitasiya xidmətlərindən faydalana bilər. Beynəlxalq təcrübədən, ondan sonra Avropa standartlarına və qəbul olunmuş təcrübə necədir? Bizim üçün əsas reabilitasiyanın effektivliyidir ki, bu da beynəlxalq protokollara, beynəlxalq deməli, ən yaxşı təcrübələrə əsaslanan reabilitasiya xidmətinin təşkilinin əsasıdır. Biz reabilitasiya mərkəzinə qəbullarda, reabilitasiya xidmətində beynəlxalq protokollardan və şkalalardan istifadə edirik. Yəni, vətəndaşın qəbulda reabilitasiya potensialı ölçülür. Buna əsasən ona beynəlxalq standartlarda qəbul olunmuş şkalalar tətbiq olunur. Həmən o şkalalara əsasən vətəndaşın girişdə olduğu nəticə və çıxışda reabilitasiyanın nəticəsində ona müvafiq olaraq yaxşılaşmalar qeyd olunur. Yəni, daimi olaraq beynəlxalq təcrübədən istifadə olunur. Əsas biz bunu xidmət növlərimizin genişləndirilməsində də tətbiq edirik. Beynəlxalq praktikada müasir reabilitasiya metodikalarından daimi olaraq istifadə edirik. Bunlardan bir çoxunu mən sizə nümunə vermək istəyirəm ki, məsələn, yoga terapiyasıdır ki, bizim bütün reabilitasiya mərkəzlərimizdə tətbiq olunur. Bunlara nümunə olaraq ipoterapiya, atlarla terapiya xidmətimiz mövcuddur. Eyni zamanda rəqs terapiyası, dance ability xidmətləri də müvafiq olaraq reabilitasiya mərkəzlərimizdə təşkil olunur. Reabilitasiya mərkəzlərinə gələ bilməyən, evdən çıxa bilməyən əlilliyi olan şəxslərə agentlik tərəfindən hansı xidmətlər göstərilir? Bizim 2022-ci ildən fəaliyyətə başlayan evdə səyyar reabilitasiya xidmətimiz mövcuddur ki, hansısa səbəbdən reabilitasiya mərkəzinə gələ bilməyən və diaqnozunda səyyar göstərişi, səyyar xidmətə uyğun olan vətəndaşlara agentliyimizə tabe reabilitasiya mərkəzləri tərəfindən evdə səyyar reabilitasiya xidmətləri göstərilir. Burada vətəndaş sosial şəbəkələrdən birbaşa reabilitasiya mərkəzinə yaxınlaşaraq və yaxud ərazi üzrə çekdən müraciət edərək bu xidmətlərdən faydalana bilər. Xidmətə göstərişi olduğu halda, səyyar xidmətə göstərişi olduğu halda reabilitasiya mərkəzinin komandası, həkim və psixoloqdan ibarət komanda vətəndaşı evində ziyarət edir. Onun diaqnozuna uyğun olaraq vətəndaşa fərdi reabilitasiya proqramı tərtib olunur. Həmən proqrama əsasən artıq reabilitasiya mərkəzinin mütəxəssisləri evdə həmən xidmətləri vətəndaşa göstərir. Həftə ərzində neçə gün planlaşdırılır və nəzərdə tutulub? Həkim komandasının verəcəyi qərara əsasən tənzimlənir. Bu müxtəlif vaxtlarda da ola bilər, həftədə 2 dəfə də ola bilər. Yəni buna həkimlərimiz, yəni həmən o
vətəndaşı ilkin görən, o reabilitasiya potensialını qiymətləndirən həkimlərimiz və mütəxəssislərimiz qərar verir. Səyyar sahədə çalışan həkimlərimiz bizim bu dünya praktikası və ya da xarici ölkələrdə təcrübələr olurlarmı, keçirlərmi və ya da gedib oxuyub gəlib həmən təcrübəni bizdə həyata keçirir? Əlbəttə var. Ümumiyyətlə daimi olaraq reabilitasiya mərkəzlərinin əməkdaşları üçün təkmilləşmə proqramları təşkil olunur. Bu tək səyyar istiqamətdə deyil, bizim göstərdiyimiz biopsixososial modelə əsaslanan reabilitasiya xidmətlərində də öz əksini tapır. Mən buna nümunə kimi qeyd eləmək istəyirəm ki, bizim Türkiyə Respublikası ilə reabilitasiya istiqamətində çox geniş əlaqələrimiz mövcuddur. Bizim əməkdaşlarımız, mütəxəssislərimiz Başkənd Universitetinin, Türkiyə Respublikasının Başkənd Universitetinin ixtisas artırma təlimlərinə cəlb olunublar. Eyni zamanda Romatem xəstəxanalar şəbəkəsinin 4 əməkdaşı agentliyə tabe reabilitasiya mərkəzlərində fəaliyyət göstərib, öz bilik və təcrübələrini bizim reabilitasiya mərkəzinin əməkdaşları ilə paylaşıb və hələ də onlarla əməkdaşlığımız davam etməkdədir. Reabilitasiyada xidmət növlərini sadaladınız və istərdim rehabas xidmətindən bağlı onunla da danışasınız. Yəni rehabas nədir? Hansı istiqamətdə xidmətlər göstərir? Buyurun. Nəqliyyat problemi olan, əlilliyi olan şəxslərin reabilitasiya mərkəzlərinə əlçatanlığını artırmaq üçün təşkil olunan bir xidmətdir. Adı rehabasdır və reabilitasiya avtobusu deyilir bu xidmətə. Xidmətin əsası nədir? Müxtəlif dayanacaqlardan vətəndaşları götürərək agentliyə tabe reabilitasiya mərkəzlərinə avtobus əlilliyi olan şəxsləri gətirir. Həmən reabilitasiya mərkəzində xidmət müddətində avtobus əlilliyi olan şəxslər orada gözləyir və xidmətləri bitdikdən sonra geri dayanacaqlara həmən avtobus vətəndaşları çatdırır. Bərdə rayonunda yerləşən rehab pointuna bağlı məlumat verirsiniz və gələcəkdə digər bir rayonlarda da bu kimi rehab point mərkəzləri yaradılacaq. Bəli, sizə az öncə qeyd etdiyim kimi bizim bütün regionlarda, yəni bütün rayonlarda reabilitasiya mərkəzimiz yoxdur. Düzdür, əhatəliyimiz genişdir, demək olar bütün iqtisadi rayonları əhatə eləyə bilirik. Lakin bəzi şəhərlərimiz var ki, orada reabilitasiya mərkəzimiz yoxdur. Bunlardan biri də Bərdə şəhəri idi və rehab point konsepsiyası bundan ibarətdir ki, reabilitasiya mərkəzi olmayan regionlarda müvafiq ambulator reabilitasiya məntəqələrinin qurulması və burada da əlilliyi olan şəxslərə reabilitasiya xidmətlərinin göstərilməsi və eyni zamanda reabilitasiya vasitələri ilə təminatın həyata keçirilməsidir. Buna uyğun olaraq Qarabağ regional dost mərkəzində, Bərdə şəhərlərində yerləşən dost mərkəzində biz ilk rehab pointimizi açdıq. 2023-cü ildə fəaliyyətə başladı həmən rehab point və burada əlilliyi olan şəxslərə həm reabilitasiya xidmətləri göstərilir, həm də onların reabilitasiya vasitələri ilə təminat həyata keçirilir. Mən görüşümüzün başında bildirmişdim ki, bizim bir mərkəzimiz protez ortopedik istehsalat və reabilitasiya mərkəzi reabilitasiya vasitələrinin təminatı ilə məşğuldur. Amma lakin bu mərkəz Bakı şəhərində yerləşir və vətəndaş reabilitasiya vasitələrini əldə etmək üçün yaxınlaşmalıdır protez mərkəzə. Bu Bərdə rehab pointdə isə Bərdə şəhərində yaşayan vətəndaşlar və yaxud o regiona yaxın ərazilərdə yaşayan vətəndaşlar ona təyin olunan reabilitasiya vasitəsini əldə etmək üçün birbaşa Bərdə rehab pointə yaxınlaşaraq həmən vasitələri əldə edə bilərlər. Dost konsepsiyasına əsasən regionlarda yeni açılması nəzərdə tutulan dost mərkəzlərində də eyni qaydada rehab pointlərin fəaliyyətə başlaması nəzərdə tutulub. Reabilitasiya xidmətlərindən kənarda qalan əlilliyi olan şəxslər agentlik tərəfindən nə kimi dəstək olunur? Nazirlər Kabinetinin 149 sayılı qərarına əsasən bəzi diaqnozlar, bunlara şamildir onkoloji diaqnozlu pasientlərdə reabilitasiya xidmətlərinin göstərilməsi əks göstərişdir. Lakin biz həmən vətəndaşların reabilitasiyadan kənarda qalmaması üçün bizim əməkdaşlarımız, mütəxəssis psixoloqlarımız tərəfindən həmən vətəndaşlara sosial psixoloji, onlayn sosial psixoloji xidmətlər göstərilir. Onlar qrup terapiyalarına cəlb olunurlar və onlarla eyni zamanda fərdi konsultasiyalarda həyata keçirilir. Bildirim ki, onkoloji diaqnozlu pasientlərlə sosial psixoloji layihəyə cəlb olunması ölkədə ilk dəfədir, agentliyimizin təşəbbüsüdür və bu layihədə davamlı xarakter daşıyır. Eyni qaydada da bu xidmətdən də faydalanmaq istəyən vətəndaşlarımız sosial şəbəkələrdən birbaşa reabilitasiya mərkəzlərinə yaxınlaşaraq və yaxud ərazi üzrə tibbi sosial ekspertiza komissiyalarına yaxınlaşaraq bu xidmətə müraciət edə bilərlər. Və son illər əlilliyi olan şəxslərin reabilitasiyada hansı yeniliklər
həyata keçirilib. İstəyirəm buna da, bu məqama da toxunaq. Əsas yeniliklərimizdən biri reabilitasiyanın əhatəliliyinin artırılmasıdır. İsmail müəllim artıq bütün əlilliyi olan şəxslərə reabilitasiya xidmətlərinin əl çatan olmasını əsas fəaliyyət istiqamətlərimizdən biridir. Reabilitasiyanın infrastrukturunun genişlənməsidir. Eyni zamanda beynəlxalq təcrübəyə əsaslanan reabilitasiya xidmətlərini təşkil edir ki, burada biz daha yaxşı nəticələr əldə etmək üçün beynəlxalq protokollardan, elmi sübutlardan, eyni zamanda beynəlxalq şkalalardan istifadə edirik. Bununla yanaşı bizim reabilitasiya mərkəzlərinin ixtisaslaşması da həyata keçirilir. Bunlara mən nümunə vermək istəyirəm ki, Agentliyə tabe Şağan reabilitasiya pansionatı nevroloji pasientlər üzrə, Mərdəkan reabilitasiya pansionatı kardioloji reabilitasiya üzrə, bundan sonra Bakı reabilitasiya mərkəzi hərbi qulluqçuların reabilitasiyası üzrə və Naftalan reabilitasiya mərkəzi dayaq hərəkət problemləri olan vətəndaşların reabilitasiyası üzrə ixtisaslaşmışdır. Bəs alternativ reabilitasiya üsulları barəsində, yəni istəyirəm buna da toxunasınız, bu nə bağlı nə deyərdiniz? Reabilitasiyada daha yaxşı nəticələrin əldə edilməsi məqsədi ilə xidmətlərin ənənəvi üsullarla yox, eyni zamanda alternativ üsullarla verilməsi həm bu beynəlxalq təcrübədə də, həm də elmi araşdırmalarda da öz əksini tapır ki, alternativ üsullarda da reabilitasiyanın xidmətinin təşkil edilməsi daha yaxşı nəticələrin əldə olunmasına gətirib çıxardır. Mən bunlara nümunə vermək istəyirəm ki, bunlardan biri yoga xidmətidir ki, biz də bu xidmətə 2022-ci ildən etibarən start vermişik. Bu işdə bizə Azərbaycan Yoga Federasiyasının prezidenti Sevindik Mehdiyev köməklik göstərməkdədir. Onun tərəfindən bütün reabilitasiya mərkəzlərimizdə təlimlər təşkil olunmuş. Bizim mütəxəssislərimizə bu xidmətlərin göstərilməsi üçün peşəkar təlimlər verilmiş və konseptual olaraq bu xidmət bütün mərkəzlərimizdə artıq təşkil olunmaqdadır. Bunlardan bu xidmətlərlə yanaşı eyni zamanda unikal bir xidmətimiz ipoterapiya xidmətidir ki, atlarla terapiyadır. Burada xidmətin əsası reabilitasiya mərkəzində xidmət alan əlilliyi olan şəxslər bizim reabilitasiya avtobuslarımız vasitəsilə atçılıq mərkəzinə aparılır. Burada onlar atlarla təmasda olur. Eyni zamanda at üzərində hərəkət etməklə bunun onların funksionallığının artırılmasına, eyni zamanda emosional özlərini daha yaxşı hiss eləmələrinə səbəb olur. Daha çox uşaqların reabilitasiyasında autizm diaqnozu və Down sindromu olan uşaqların reabilitasiyasında geniş tətbiq olan bir metodikadır. Biz hər zaman vətəndaşlarla bu istiqamətdə sorğular aparırıq, onların müşahidçiləri ilə, ailə üzvləri ilə, valideynləri ilə söhbətlər aparırıq və bu xidmətlərin onların övladlarına çox faydalı olduğunu bizə Nə dərəcədə müsbət təsir edir? Məsələn, bu atların o gəzinti, yürüyüş. Bəli, bu barədə bizim video çarxlarımız da mövcuddur ki, onlar reabilitasiya mərkəzində xidmət aldıqda müddətdə özləri müraciət edirlər ki, biz artıq ipoterapiya xidmətinə də getmək istəyirik və növbəli qaydada biz onları bu xidmətlərə cəlb edirik. Eyni zamanda agentlik tərəfindən təşkil olunan məmnuniyyət sorğuları zamanı da bu xidmətin çox faydalı olduğu bizim tərəfimizə bildirir və bu təbii ki, vətəndaşlardan gələn bu müraciətləri nəzərə alaraq bu xidmətin də daha da genişləndirilməsi tərəfimizdən nəzərdə tutulur. Vətəndaş məmnunluğunun artırılması istiqamətində görülən işlər barəsində istərdim buna da biraz toxunaq. Bu da vacib bir məqamdır. Yəni xidmətlərin vətəndaş yönümlü təşkil edilməsi və onların ehtiyaclarına uyğun xidmətlərin standartlaşdırılması çox vacib bir məqamdır. Bu istiqamətdə biz daimi olaraq məmnuniyyət sorğuları həyata keçirdirik. Eyni zamanda icmalarla, qeyri-hökumət təşkilatları ilə, əlilliyi olan şəxslərin üzv olduğu cəmiyyətlərlə görüşlərimiz olur. Məmnuniyyət sorğularında vətəndaşları narahat edən bölmələrlə bağlı tərəfimizdən, agentligimiz tərəfindən müvafiq işlər aparılır, təkmilləşmə işləri aparılır və ötən ildən tətbiq olunan yeniliyə əsasən reabilitasiya xidmətini başa vuran əlilliyi olan şəxslərin aktiv telefon nömrəsinə xidmətlərlə bağlı bir sorğu göndərir. Həmən vətəndaş öz mobil telefonundan həmən sorğuya daxil olur və aldığı xidmətlərin hamısını orada qiymətləndirə bilir. Əlavə olaraq şikayətlərini, rəy və təkliflərini bizə bildirə bilir. Həmən rəy və təkliflər əsasında biz də xidmətlərimizi daha da təkmilləşdirməyə çalışırıq. Və gələcəkdə də bu istiqamətdə təbii ki, davamlı olaraq bu artım olacağı düşünülür. Bəzən belə hallar da olur ki, vətəndaş yaxınlaşır reabilitasiya mərkəzinə və yatlı xidmət keçmək istəmir. Belə olan halda nə edirsiniz?
Yəni siz nəzərdə tutursunuz ki, vətəndaş mərkəzdə qalmaq istəmir, stasionar qaydada. Bəli, əlbəttə bizim xidmət spektrimiz genişdir. Yəni biz yatılı xidmət almaq istəməyən vətəndaşa ambulator, yəni belə desək, gəlib getmək yolu ilə xidmətlərimizi təklif edirik. Vətəndaş hər hansısa bir işi varsa və yaxud qala bilmirsə, ambulator qaydada da stasionarda olduğu kimi gəlib xidmətlərimizdən faydalana bilər. Burada bir məqam var. Vətəndaş əgər ambulator, yəni yatılı xidmət istəmirsə, birbaşa özü reabilitasiya mərkəzinə yaxınlaşaraq xidmətlərdən faydalana bilər. Stasionar xidmətdən isə vətəndaş mütləq qaydada tibbi sosial ekspertiza komissiyasına yaxınlaşaraq rezervasiya formalaşdırmalıdır. Yəni bununla yanaşı bizim reabilitasiya mərkəzlərimizdə telereabilitasiya xidmətlərimiz də mövcuddur. Eyni zamanda icma əsaslı reabilitasiya xidmətlərimiz mövcuddur. Yəni xidmət spektrimiz genişdir. Biz vətəndaşı tək yatılı stasionar xidmətlərdən yox, eyni zamanda icma əsaslı ambulator və telereabilitasiya xidmətlərindən də faydalanmasını tövsiyə edirik. Bir məqamı da diqqətinizə çatdırım ki, vətəndaş reabilitasiya mərkəzini tərk etdikdən sonra ona həkim tərəfindən tövsiyələr verilir. Yəni reabilitasiyanın davamlı olması səbəbilə evdə passiv olmasın deyə ona müəyyən tövsiyələr verilir. Eyni zamanda bizim YouTube səhifəmizdə olan telereabilitasiya linkləri vətəndaşla paylaşılır. Vətəndaş həmən linklərə keçid edərək orada aktiv həyat tərzinin təşviq edilməsi ilə bağlı, eyni zamanda evdə reabilitasiya xidmətlərinin özü məşğul olması ilə bağlı faydalı məlumatları əldə edə bilər. Yalnız 50 olan şəxslərmi reabilitasiya mərkəzlərində xidmət keçə bilər? Olur, axıl insanlar var, yaşlı insanlar var. Məsələn, bunlar da istəyir bizim reabilitasiya mərkəzlərində xidmət keçsinlər, o xidmətlərdən yararlansınlar. Yalnız 50 olan şəxslər bu xidmətdən istifadə edə bilər. Reabilitasiya mərkəzlərinin nizamnaməsinə əsasən biz ancaq əlilliyi olan şəxslərə xidmət göstərə bilirik. Digər kateqoriyadan olan vətəndaşlarımız isə müvafiq olaraq ərazi üzrə tibb məntəqələrinə və yaxud poliklinikalarına müraciət edərək, əgər reabilitasiya ehtiyacı varsa, bunu digər dövlət qurumlarında asanlıqla əldə edə bilər bu xidmətləri. Sonda bu sualımızı da cavablandırırsınız. 2025-ci ildə qarşıya qoyulan hədəflər və müasir xidmət növləri necə təşkil olunacaq və necə qurulacaq? Təbii ki, İsmail müəllim, bizim hər il olduğu kimi cari ildə də əsas hədəflərimizdən biri reabilitasiyanın effektivliyinin artırılması, əhatəliyinin artırılması, infrastrukturun təkmilləşdirilməsi, yeni, müasir avadanlıqların, eyni zamanda reabilitasiya mərkəzlərinin robotik yeni cihazlarla təchiz edilməsidir ki, bu istiqamətlərdə də daimi işlərimiz aparılır. Əhatə olunan vətəndaşların daha da əhatəliyini artırmağa çalışırıq. Bildirim ki, 2024-cü ildə 123 mindən çox vətəndaşlara reabilitasiya mərkəzlərində xidmətlər göstərilmişdir. Burada həm stasionar, həm ambulator, həm onlayn, həm telereabilitasiya, həm də ki, səyyar xidmətlər də daxildir və cari ildən də bu xidmətin əhatəliyini artırmağa çalışırıq. Təşəkkür edirəm Zət müəllim bizim verilişə gəldiyiniz üçün. Xatırladım ki, biz ayılan efir vaxtı başa çatmaq üzrədir. Hörmətli tamaşaçılar, verilişimizin qonağı Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Reabilitasiya, Keyfiyyətə Nəzarət və Xidmətin Təşkili Departamentinin şöbə müdürü Nicat Abbasbəyli idi. Siz Dost TV-nin efirində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin fəaliyyət istiqamətindən bəhs edən Dayaq nöqtəsi verilişinə baxırdınız. Sağ olun.